biz misal üçün baş QQQ rəisini öyrədə bilmədik ki, Azərbaycanca sən danışmalısan. Nəcməti Sadıqov. Bəli, Azərbaycanca sən danışmalısan. Və ya digərlərini. Çoxdur belə insanlar. Təmaslarınız olurdu mu? Yəni bu məsələlərlə bağlı nəsə bir aranızda söhbət keçibmi ki, bu yəni bunun Rusiyaya bağlılığı, Rusiya ilə belə deyək, yaxınlığı və rus dilinə olan sevgisi nə idi əslində bu? Rusiya onun bağlılığı ümumiyyətlə çoxdan mən bilirdim. Mən bunu 92-ci ildən bilirdim. Bir dəfə indi hələ vaxtımız varsa danışa bilərəm. 92-ci ildə mən bunu bir dəfə iki dəfə mətbuata demişəm. Amma niyəsə bunu araşdırmadılar. 92-ci ildə Heydər Əliyev təzə prezident seçilmişdi. Mən baş nazirin birinci müavini idi. Təzə evə gəlmişdim hələ. Bir də gördüm rəhmətli Gülşad var idi. Zərbəliyev zəng vurdu ki, cənab prezident danışmaq istəyir. Mən də elə o vaxt Nazirlər Kabinetinin yanında qalırdım. Danışdım, dedi təcili dur gəl bura. Gecə saat 1 idi, 2 işləmişdik. Getdim, gördüm cənab prezidentin qəbulunda orada adam çoxdur. Abbas Abbasov idi, Arif Rəhimzadə idi, Murad Babayev idi, baş prokuror. Digər adam çox idi. Başım dedi, gir içəri sən gir. Girdim içəri. Dedi ki, bizim bu Ağdam, Füzuli, Zəngilan, Qubadlı tərəfdə vəziyyət kifayət qədər ağırdır. İstəyirəm səni rəhbər təyinləyim, gedib orada vəziyyəti araşdırırsan. Dedim, problem yoxdur. Biz çıxdıq, gəldik, Beyləqanda mən ştab qurdum. Abbas Abbasov bir dəstəyini getdilər Zəngilan, Qubadlı tərəfə. Mən də gəldim Füzuli, Kəlbəcərə baxmağa. Gəldim Füzuliyə, Qaradizdən Füzuliyə döyəndə biz də maşında qay gedir, hərbçilərdir. Yanımda da o vaxtın komandiri var idi, general-mayor Zahar Rızayev. O baxırdı o sahəyə. O da yanımdadır, gecəni gətirmişəm onda. Gördüm maşınları saxladılar, gəldilər ki, bəs maşını buraxmırlar. Dedim, niyə buraxmırlar? Deyirlər ki, bəs Füzulidə erməni var, erməni götürüb Füzulini. Dedim, baxın, məndə başqa məlumat var. Füzulidə erməni zad yoxdur, yalan söhbətdir. Dedim, kimdir bu? Dedilər, Nəcməddin Sadıqovdur, deyəni var. Dedim, çağırın, dəvət edin. Dəvət edilər, dedim, nə olub, nə məsələdir? Mərzə elədi, bəli, mərzə elədi, dedi, bəs belə. Orada ermənilər var, oraya girmək olmaz, hücum zadılacaq. Dedim, məndə məlumat başqadır, açın qapını, mən girəcəm ola. Mən cənab prezidentə mərzə eləməli. Girdik Füzuliyə, Qaradizdən keçəndə gördüm, bizim əskərlər, soldatlar, hamısı qaçır, qayıdıb gəlirlər. Komandir yanımdaydı, Zahar Rızayev general, rəhmətlik, Allah rəhmət etsin, yaxşı kişidir. Dedim, saxla görək. Saxladım, soruşdum, ay inşallah, niyə qaçırsınız, nə məsələdir, niyə? Yox, bizi deyiblər, çıxın buradan, boşaldım. Dedim, necə buradan? Deyib, erməni var, deyir o, erməni Füzulini götürdü. Dedim, baxın, məndə məlumat var, erməni yaxdı Füzulida. Və həm məlumatlar gecəni almışdım mən. Hoşum dedim, sürün maşını Füzuliyə. Gəldik Füzuliyə, girdik Füzuliyə, heç kim yox. Nə erməni var, nə Azərbaycanlı var. Girdik icra hakimiyyətinin otağına, oturduq, dedim, cəmaat yoxdur ki, burada erməni. Deməli, çıxıblar da bunlar. Gəldik, bir tane orada dedim, su gətirin, su üçün burada. Çıxdım, gəldim, dedim, gedək Cəbrayıl. Gəldik Cəbrayılda, Cəbrayılda da deməli, post qurulmuşdu. Orada da Nəcməddin adamı dayanmışdı, postu. Yenə bunlar buraxmaq istəmədim. Dedim, yox, girəcəm mən. Yox, orada ermənilər var, zad var. Girdik Cəbrayıla, getdik, oturduq icra hakimiyyətinin otağında. Dedim, heç kim yoxdur, görürsünüz, bir nəfər də adam yoxdur. Deməli, bunu boşaldıblar. Mən onda artıq onu bildim ki, bu Rusiyanın oyunudur burada. Bu oyunu qurublar ki, bu kəndləri boşalsınlar. Eyni hadisə də deməli Qubadlı Zəngilanda baş var. Düzdür, orada o vaxt Abbas Abbasov, Arif Rəhimzadə, mən deyirdim ki, çox böyük fədakarlıq göstərdilər. Cəmaatı oradan müəyyən qədər sağ-salamat çıxartdılar. Hətta çaya düşənlər oldu və s. Çox böyük əziyyət çəkdilər, böyük dəstək oldu. Yəni, bu faktdır. Mən o vaxt Əli Həsənov da var idi, baş nazirin müavini idi. Sonra Murad Babayev baş prokuror idi. Yəni adamlar çox idi orada. Biz harca bir 30-40 nəfərə yaxın adam idi, rəhbərlikçilər idi. Yəni mən onda bilirdim ki, bu belə vəziyyətdədir. Bir dəfə də mən sizə danışdım da, silahla getdim mən silah almağa. Ukraynadan zadda qayıdıb gələndə Heydər Əliyev demişdi ki, cənab prezident, Vahid Əhmədov o silahları gətirmir, başqa silahları gətirir. Onda mən gətirdim bunları getməmişdən, demişdim, sənə lazımdır, qol çəkin, verin məni. Şikayələri də yəni yenə Nəcməddin Sadıqov. Gətirdim, verdim cənab prezident. Prezident dedi, utanmırsınız, ayıb deyil. Nə istəmişsə onu gətirib.